Mən Ümmül Müminin Xədicə binti Xuveylid. Həzrəti Muhammed Selavatullahın ilk həyat yoldaşı, 4 ən üstün cənnət xanımından biri və 14 məsumdan hesab olunan Həzrəti Fatimə Selavullah əleyhanın anasıyam. Bugün sizə öz hekayəmi danışacağım. Mən Məkkədə yaşayan və ticarətlə məşğul olan xristiyan, tacirə bir xanım idim. İşlərimi etibar edə biləcəyim adam axtarışında olmağım mənim Allahın Rəsulu ilə tanış olmağıma vəsilə oldu. Selavatullahın gözəl əxlaqına, əmanətdarlığına və dürüstlüyünə vuruldum. Mən özüm ona evlilik təklif etdim və o, Selavatullah da bu təklifimi qəbul etdi. Evləndikdən bir müddət sonra əziz həyat yoldaşım Peyğəmbərliyə məbus oldu. Mən Peyğəmbər Selavatullaha ilk iman gətirən qadınam. Xüsusən müşriklər 3 il boyunca Əbu Talib dərəsində bizi mühasirədə saxlayarkən bütün var dövlətimi Peyğəmbər vasitəsilə İslam yolunda xərclədim. Bizim 6 övladımız doğuldu ki, onlardan ən sonuncusu Həzrəti Fatimə Selamullah əleyhadır. Zamanla şiddətlənən xəstəliyim dünya həyatımı dəyişməyimə səbəb oldu. Bu ili Peyğəmbər Selavatullah həm də əmisi Həzrəti Əbu Talibin vəfatından dolayı hüzn ili adlandırdı.